Xeyir olsun değerli grup üzvləri. Bir dənə də 5200-də bir dənə də buy verək və take profit'i deməli take profit'i bunların take profit'i var. Onu da hazırki vəziyyətdəki take profit'ini qoyaq 5288-ə. Yəni uzun müddətli üçün 88 hardadır? 88-ə. Xeyirli olsun. Bizim əməliyyatlarımız uşaqlar, bildiyiniz kimi biz buy əməliyyatlarını açmışdıq səhər saatlarında və sell stop da təyin eləmişdik. Amma hələ ki buy-a gedir. Uğurlu olsun, xeyirli olsun hamımız üçün. Yəni ümid edirəm bu qalxış bugün də olmasa, demək yəqin ki sabaha tamamlanar bu etaplar. Hamımıza xeyirli, ruzlu, bərəkətli olsun. Təbii ki stop lossu uşaqlar, stop lossu təyin edin. Stop lossu nə qədər təyin edin? Stop lossu necə təyin edirsiniz? Biz trend xəttini çəkdik. Bizim stop lossumuz yəni nə az nə çox 5177-lərə təsadüf edir. Yəni bu ağır gəlsə də bu belədir. Amma aşağı gəlsə biz bunu kiçik lotla verin. Nə üçün? Çünki səhər saatlarında yetərincə gəlirlər əldə olunub. Ona görə də mümkün qədər demək bunları mümkün qədər bunları hamısını sığortalayaq uşaqlar. Yəni belə sığortalayaq. Stop lossla sığortalayıram bunları. Bunu da sığortalayın. Sığortalayaq. Bunu da sığortalayaq. Yəni heç bir deyək ki bizdə heç bir ziyan olmasın. Bütün əməliyyat 1, 2, 3, 4 dənə əməliyyat açmışıq. Gəlirdədir. 5-incisini indi açdıq. Və uzun müddətli gözləyirik. Əgər qiymət deməli 5180-dən aşağı formalaşsa, bunun 3 qatını verərsiniz. Deməli nə qədərdir məsafə? Məsafə çox azdır. Əslində sizə deyim də ən azından 30 dollar aşağıda, yəni konkret olaraq belə deyək, 5170-də formalaşsa 3 qatına sell verərsiniz. Deməli aralarında 30 dollar fərq varsa, yəni 20 dollar aşağı insə, yəni gəlirdən rahat gəlirdən çıxa bilərsiniz bazardan. Uğurlar, inşallah görüşmək ümidi ilə sağ olun.